Bu qadağa ilə bağlı rəsmi bir şey yoxdur uşaqlar, yəni deyim sizə. Hələ ki rəsmi bir şey yoxdur. Araşdırılmalar gedir. Elə də deyirsiniz ki, qadağa olsun sizə. Yaxşı, mən efirə çıxmadım. Bəs məni TikTokda, Instagramda görməyəcəksiniz. Hə? Birincisi, rəsmi bir şey yoxdur. Hələ bir qərar deyə bilmərəm. Dəqiq məlumat özüm də bilmirəm. Sizə yanlış məlumat verə bilmərəm. Ancaq hal-hazırda bugünkü statistikaya baxaraq rəsmi qadağa yoxdur. Bugün efirdə olmuşam. Çox xahiş edirəm, bunu eləməyin də, niyə eləyirsiniz? Bax, bu nədir belə, ay vicdansız. Eləmə də belə şeylər. Bugün efirdə olmuşam uşaqlar. Yayım eləyəcəm, birazdan baxacaqsınız. Bugünləri getdim efirə, qəşəng çıxışımı elədim. Açıqlamalarımı verdim. Heç bir qadağa yoxdur. Hələ ki, yəni yoxdur, qadağa yoxdur. Sadəcə bu sosiallarda bu paylaşımlar çox gündəm alıb, çox yer alıb. Bu paylaşımlarda da ilk mənim adım hallanır. Elə bilirsiniz, bizi qadağa qoydular, bizdən sonraki gələnlər yaxşı olacaq. İnanın ki, yalvaracaqsınız ki, kaş gələ Ofeliya Kəmalə qalardı efirdə. Bunlar gəlməzdi. İnanın ki, gedənlərin yerinə heç vaxt yaxşılar gəlmir. Gedənlərin yerinə pislər gəlir. Unutmayın bunu, 5000 nəfər ekran bəyənək. Ancaq, yəni tam məlumat yoxdur. Yəni rəsmi bir şey deyil, yenə də deyirəm, bu efir qadağası. Müzakirələr gedir, söhbətlər gedir. Məndə ümumiyyətlə belə bir xarakter var. Məsəl üçün, məni efirəmi, harası qadağa qoyanda çox sakidəm. Necə deyim, bilirsiniz necədir? Mən bunu hər zaman demişəm, indi də deyirəm. 5000 nəfər məni yaxşı-yaxşı dinləyin. Kəmalə Günəşli bugünkü gündə efirlə tanınmayıb. Mənim mahnılarım TikTokda partlayandan sonra efirlər məni qonaq dəvət ediblər. Reytinqa görə. Mənim mahnılarım TikTokda partlayandan sonra, milyon baxışlar yığandan sonra artıq efirlər başladılar məni yavaş-yavaş dəvət etməyə. Yəni demək istəyirəm ki, efir olmasa da mən yenə də öz işimdə, öz gücümdə, öz mahnılarımla, öz məclislərimlə, açılışlarımla, bir gündə 2 açılışda olmuşam, ayın 5-i 1 açılışda olacam, 7-si 4 açılışda olacam. Yəni ruzunu verən Allahdır. Nə qədər qabağımı kesə bilərlər. Nə qədər məni ora-bura qoymaya bilərlər ki. Göydəki hər birimizdən güclüdür. Yenə də deyirəm, ekran bəyəni, yenə də deyirəm. Kəmalə Günəşli efirdən sevilməyib, efirdən tanınmayıb. Mənim mahnılarım, röyadaydım, Çini çaydan, sən var ya, səfərdəyəm. O neydi elə? Qazan düşdü. Tamara mahnım, qara qıza zəng elə. Çini çaydan,
Sən var ya, mənim bu mahnılarım hamısı TikTokda partlayıb. Və mən TikTokda Nigulya trendimdən, koordinatlar bugün hardadır və sayraq və digər əməllərimlə, hərəkətlərimlə sevilmişəm. TikToku zəbt eləmişəm. Milyon baxışlar yığandan sonra və efir teleaparacıları gördülər ki, Kəmalə Günəşlinin mahnıları sevilir. Məni sağ olsunlar, dəvət elədilər, getdim. Yəni demək istəyirəm ki, Kəmalə Günəşli efirdən sevilməyib. Mənim əzizlərim, hər biriniz çox gözəl bilirsiniz bunu. Kəmalə Günəşli TikTokda sevilib, sonra efirlərə dəvət alıb. Anladınız mı mənim? Yəni, bugünkü gündə efirə çıxmasam da Kəmalə Günəşliyəm. Heç narahat deyiləm. Əgər siz narahat olursunuzsa, hay, nə deyə bilərəm ki? Can yəlsi mənəm, bax buradayam, canlı açmışam. Heç bir narazıçılığım yoxdur. Əgər bu rəsmidirsə, düzdürsə, mən nə deyə bilərəm ki? Qanun qarşısında boynum qıldan incədir, əzizlərim. Nə deyə bilərəm ki? Ancaq yenə də deyirəm, Kəmalə Günəşli 5 ayda, 1 ildə, 3 ildə, 2 ildə efirə çıxmasa, yenə də Kəmalə Günəşlidir. Görün, efirə çıxmayan nə qədər xalq artistlərimiz var. Görün, efirə çıxmayan nə qədər populyar müğənnilərimiz var. Yenə də sevilirlər. Damlanı mən axırıncı dəfə 3 il, 4 il bundan qabaq efirdə görmüşəm. Ancaq mahnıları TikToku partladır. Sonuncu mahnısı da mükəmməldir. Efirdə oxumayıb ki, TikTokda partlayıb. Mənim Çilinçaydan mahnımı harada görüb sevmişsiniz? TikTokda. Tamara mahnım bir gecədə TikTokda partladı. TikTokda, efirdə yox. Qara qıza zəng elə mahnım TikTokda partlayıb. Röyadaydı mahnım TikToku sirkələyirdi. Trend 2-də qaldım bir ay. Səfərdəyəm, mahnımız TikTokda partlayıb. Efirdə yox, mənim əzizlərim. Sevinənlər, buradan deyirəm, çoxlu sevinin. Gedin qurbanlar kəsin, nəzirlər verin ki, Kəmalə xanımı bir də görməyəcək. Kəmalə xanıma qadağa qoydular. Bəli, məndə efirlər pulsuz idi, dəvət edirlər, gedirdim. Etməyəcəklər, getməyəcəm. Yenə nə vaxtsa dəvət edəcəklər, gedəcəm. Etməyəcəklər, yenə də işimdəyəm, gücümdəyəm. Mən daşdan pul çıxardan qadınam. Mən pul qazanmağın yolunu qəşəng bilirəm. Əzizlərim, mənə görə heç narahat olmayın. Kəmalə Günəşli hər zaman tez ola mahnımız, bəli, sonuncu trendimiz. O da TikTokda partlayıb. Heç bir efirdə partlamayıb. Heç bir efir mənim mahnımı populyar eləməyib. Heç bir efir məni tanıdmayıb. Məni tanıdan Instagram oldu. Məni tanıdan TikTok oldu, əzizlərim. Gəlin bu reallığı boynumuza alaq. Çox xahiş edirəm. Yəni, baxıram, sevinirlər. İnsanın ümumiyyətlə pis günlə sevinmək olmaz. Kim ki kimin pis günlə sevinir, inan ki o gün onu da gözləyir. Mən heç kimə arzu eləmirəm. Kimisə qabağı kəsilsin, kimisə çörəyinə bais olsunlar. Ruzunu verən Allahdır. Kim ki mənim pis günümə sevinir, Allaha tapşırıram. Ay Allah, özüm bilən məsləhət yaxşıdır. Mən yenə də deyirəm, əzizlərim, yenə də yaxşı dinləyin. Kəmalə Günəşli TikTokdan gəlib, efirdən yox. Mənim mahnılarım baxış sayı yığıb, rekordlar qırıb, YouTube'da, efirdə yox. Kəmalə Günəşli gördülər reytinglidir. Mahnıları sevilir. Maraqlı insanam. Efirlər məni dəvət elədi, getdim. Sabah yenə də hansısa efir məni dəvət eləyəcək, gedəcəm. Bugün də efirdə olmuşam, paylaşımlar olacaq, görəcəksiniz. Çağırsalar gedəcəm. Deyir, çağırılan yerdən qalma, çağırılmayan yerə getmə. Çağıracaqlar, gedəcəm. Çağırmayacaqlar, yenə də kliplərimi təqdim eləyəcəm. Yenə də TikTokdayam, Instagramdayam. Gözəl ifalarımla. Çox şükür Allaha. Bugünəcən Kəmalə Günəşlinin ağzından bir dənə söyüş çıxmayıb. Bir dənə söyüş videom yoxdur. Çox şükür Allaha. Danışığımı bilirəm, oturuşumu bilirəm, duruşumu bilirəm. Efirdə heç vaxt elə oynamamışam. Mənim o oynamağım TikTokda yaranıb. Mən heç bir efir, gedin kanalları açın. Görün, mən hansı efirdə elə oynamışam. Mən efirə də çıxanda
kostyumla çıxıram, bilirəm necə çıxmaq lazımdır. Amma şu proqrama gedəndə ayrı cür geyinirəm. Hər yerin öz geyimi var. Hər məkanın öz davranışı var, əzizlərim. Bunları mən çox gözəl bilirəm. Çox gözəl anlayıram. Yəni buradan yenə də səslənirəm. Məni efirə buraxmırlarsa, bu mənim üçün böyük faciə deyil. İnanın səmimiyyətimə. İnanın. Tolik zamanında mənə 3 ay efir qadağası qoymuşdu. Mən bircə gün evdə oturmadım. Moskvada konsertlərə getdim. Türkiyədə konsertlər verdim. Gürcüstanda toylar kalendarla idi. Özünüz də görürdünüz paylaşımlardan. Mənə TikTokdan gəlir işlər, əzizlərim. Instagramdan gəlir. Ən çox YouTubedan gəlir. Üstündən 5 ildə keçsə, 10 ildə keçsə, mən efirə çıxmasam, mən artıq danqamı vurmuşam, peçatımı vurmuşam. Kəmalə Günəşli olaraq sevilirəm. Azərbaycan xalqından danışmayım, demirəm xalq məni sevir, ancaq müəyyən kütləm var ki, məni sevir. Kütlə tərəfindən çox sevilirəm. Böyük kütlə ordum var, mən onu çox gözəl bilirəm. İnşallah ki, zaman gələr. Allah hər şeyi göstərər. Zaman hər şeyin ilacıdır. Vaxt gələr xalq artisti də olarıq. İnşallah. Güya ki, Kəmalə xanım efirlərə çıxmayacaq da görsənməyəcək. Kəmalə xanım ən çox TikTokda, Instagramda çox fəaldır, çox aktivdir. Bütün TikTokda, Instagramda hər yerdə məni paylaşırlar. Bir dənə oynamağım bəs eləyir, bütün saytlar götürür paylaşır. Bu dəqiqə efirə baxan yoxdur ki. Zaten efirə çıxırdım, heç kim mənə efirdə baxmırdı. Mən efirdə olan yayımı TikTokda baxırdılar, hamısı girib. Hamı işdə gücdə olur, axşam girirdilər, TikTokda baxırdılar mənə. Əzizlərim. Yəni mənim üçün az fərq edir, efirə getsəm də, getməsəm də. Ancaq yenə dedirəm, rəsmi qadağa yoxdur. Bu günləri efirdən gəlirəm mən. İnanın səmimiyyətimə. Yaxın günlərdə də efirə dəvət almışam. Gedəcəm, görəcəksiniz. Yəni belə. Möhtəşəm. 3 klip, 3 mahnı gəlir. 3 mahnı, 3 klip təqdim eləyəcəm sizə. TikTok'u, Instagram'ı titrədəcək. Efirlər dözməyəcək. Zəng eləyəcəklər Kəmalə xanım. Bu nə mahnıdır belə? 2 dəfə bizim efirdə oxuyun. Mütləq efirlər bu mahnıya görə məni narahat eləyəcəklər. Mütləq. Çox gözəl mahnılardır. 3 dənə super da trendlərin day belə şahı patşahı gəlir. 3 dənə gözəl mahnım gəlir. Çox möhtəşəm mahnılarım gəlir. İzləmədə qalın. Kəmalə Günəşli odda yanmaz, suda batmaz. Kəmalə Günəşli gündəmdə qalmağı bacarır. Əzizlərim, sizin sevginiz mənə bəsdir. Qoy məni sevənlər az olsun, amma təmiz olsun, təmiz ürəkdən sevənlər olsun. Afət Fərman qızı artıq 4-5 ildə efirlərə çıxmır. Bütün Moskva şou biznesi əlindədir. Hər gün toylardadır. Bütün Rusiyanın ölkələrini, şəhərlərini, kəndlərini, pasilkalarını gəzir maşallah. Güya Afət Fərman qızı efirlərdə var. Məncə 5 ilə yaxındır ki, Afət Fərman qızı efirlərə çıxmır. Ancaq hər gün toydadır. Yəni onunla deyil. Bir insanın rızısı varsa, efir yox, hardan qadağa qoyurlar, qoysunlar, o adam gedib işləyəcək, çörəyini qazanacaq. Allahın qarşısında heç kim dayana bilməz. Heç kim.
Allah əziyyət çəkən insanları sevir. Allah əziyyət çəkən insanların bəhrəsini mütləq ki bir yolla verir. Ruzunu verən Allahdır. Əzizlərimi unutmayın. Ay efirə buraxmadılar, əla oldu, zor oldu, nə bilim nə oldu, nə oldu. O zor deyənləri yaxın günlərdə TikTok faciəsi gözləyir. Həmkarlardan da çox sevinən olur. Sənət adamlarından baxıram, görürəm, çox sevinirlər. İnsan insanı pis gününə sevinməz. Sevinirlər ki, Kəmalə artıq efirlərdə olmayacaq, az qazanacaq. İnanın səmiyyətimə mənə bir ay vaxt verin. Çox yox. Mənə bir ay vaxt verin. 3 dənə mahnı, 3 dənə klip təqdim edəcəm sizə. Ondan sonra söhbət eləyərik, danışarıq yenə. Qabaqcadan deməyim. Zaman hər şeyin ilacıdır. Çox keçməz sevindirirəm sizi, əzizlərim. Mən heç qoyaram, siz mənsiz qalasınız. Ağıllı insan hər zaman həllini tapır. Hər zaman çörək qazanmağın yolunu tapır. Hər zaman, necə deyim, öz işlərini öz qaydasında, yolunda aparmağa bacarır. Mən artıq illərdir ki, neçə illərdir ki, Kəmalə Günəşli olaraq gündəmdəyəm, önünüzdəyəm. Mənim nəyim var üzdədir. Pisim də üzdədir, yaxşım da üzdədir. Əzizlərim, ona görə məni sevənlər heç narahat olmayın. İnşallah ki, bilirsiniz, əslində bu efir qadağası var ha. Mənim güclü olmağımı sizə göstərəcək. Siz elə bilirsiniz ki, mən efirlə iş görürəm, xeyr. Efir sadəcə kölgədir. Efir sadəcə müəyyən nüanslara təkan verə bilər. Ancaq efir mənə çörək vermir. Mənə çörək verən mahnılarımdır, özüməm, əziyyətimdir, ağılımdır, şuurumdur. Yəni bunlardır. Mən yenə dedirəm, Toyluqla bizim aramızda mübahisə olanda artıq siz bilirsiniz ki, 3-4 ayda mən efirlərə çıxmırdım. Necə mahnılarım partlamışdı TikTokda. Maşallah. Moskvanı eləmişim, Bakı Gəncə yolu. İnşallah sezon başlayanda yeni olacaq. Sezona bilirsiniz nə qədər Moskvaya toylarımız var, Gürcüstana toylarımız var, hətta Türkiyədə konsertlərimiz var sezona. İnşallah. Paylaşımlardan görəcəksiniz mənim əzizlərim. Gələcəm, Gürcüstana toylarımız var. Aprel ayında Kazakistana gələcək, Moskvaya gələcək, Gürcüstana gələcək inşallah. Görəcəksiniz. Ekran beğeni. Belə işlər. Sabahki proqramımdan danışım sizə. Sabah inşallah 2 yerdə şovdayıq. Bir dənə ad günümüz var sabah. Sabah bazar günüdür, işlərimiz çoxdur inşallah. Allahın köməkliyi ilə. Nə bilim, Allah hər kəsin ruzusunu yetirsin. Əsas can sağlığıdır. Əsas mehribançılıqdır. İnşallah hər şey yaxşı olar. Öpürəm sizləri, özünüzdən müğayət olun. Siz bilirsiniz, mən canlıda çox qalmağı sevmirəm.
Mən açdım canlı, yarım saat, 40 dəqiqə qaldım hörmətlə, izzətlə. Da açıb 10 saatlarla oturmuram mən heç vaxt canlıda. Sevmirəm. Mən istirahətimə vaxt ayırıram. Musiqilərə qulaq asıram. Yaddaşımı, beynimi təzələyirəm. Kinoları izləyirəm. Xəbərlərə baxıram. Olanlardan, etənlərdən, keçənlərdən. Neysə mənim əzizlərim, zaman hər şeyin ilacıdır və mən yenə də deyirəm, efirlə bağlı rəsmi bir şey yoxdur. Sadəcə sosiallaşdırılma bir şeydir bu. Çünki rəsmi bir şey, yəni orada düzgün olmayan bir şeylər var. Talib Talih orada əlavə olunub. İbrahim Borçalı əlavə olunub. Talib Talih nə əlaqə? Talib Talih zaten efirlərdə yoxdur. Efirlərə çıxan deyil. Yəni görürsünüz ki, burada nəsə yanlışlıq var. İnşallah ki, yaxın günlərdə hər şey bəlli olacaq, məlum olacaq. Mən yenə də deyirəm, mənə qadağa olunsa da, olunmasa da mənim üçün az fərq eləyir. Yenə də mən işimdəyəm, gücündəyəm, hər şeyi Allahın öhdəliçiliyinə buraxmışam. Hər işdə bir xeyir var. Hər işdə bir xeyir var. Efir qadağası varsa, Kəmalə Günəşinin gücünü görəcəksiniz. Siz onu da görəcəksiniz ki, Akazviçka, Akasta, Kəmalə Günəşliyə efir lazım deyil. Mən yenə də deyirəm, mən TikTokda sevilmişəm, mən TikTokdan gəlmişəm. Məni TikTokda görüblər, mahnılara milyon baxışlar yığıb dəvət ediblər efirlər. İnanın səmimiyyətimə. Yəni, hamınızda bilirsiniz ki, bu belə olub. Mənim üçün az fərq edir. Efirə getməyim, getməməyim, bilirsiniz necədir? Çox az fərq edir. Yəni, əbədi heç nə yoxdur. Əbədi heç nə yoxdur. Hər şeyin bir vaxtı var. Hər şey öz zamanında, öz vaxtında gözəldir. Son gülər, son gülən, iyi gülər dərlər. Son gülən mən güləcəm. Çox qəşəng güləcəm. O mənə gülənlər var buradan. Gülün. Hələ növbə sizdədir. Ancaq növbə mənə çatanda. Çox pis güləcəm. Zaman hər şey göstərəcək. Öpürəm hər birinizi, özünüzdən müğayət olun. Canlı açdım ki, biraz söhbət eləyək. Biraz bu ortalıqda gezən söhbətlərə yüngül də olsa açıqlama verin. Mən yenə də deyirəm, araşdırılmalar gedir. Bu nə dərəcədə rəsmidir, nə dərəcədə rəsmi deyil. Tam rəsmiləşdirilməmiş bir şeydir bu. Tam rəsmiləşdirilməmiş bir şeydir bu. Mən yenə də deyirəm, və canını bağlayıram. Mənim üçün az fərq eləyir. Qadağa var və yaxud da yoxdur. Məni heç bir qüvvə saxlaya bilməz. Mən sənətimi sevirəm. Mən hər şeyin yolunu taparam. Mən yenə də sizlərlə bərabər olaram. Mənim üçün az fərq eləyir. Mən artıq Kəmalə Günəşliyəm. 5 ildə keçsə, 10 ildə keçsə, 100 ildə keçsə, mən danqamı vurmuşam. Hələlik, gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun, gözəl şeylər düşünün, bu cür nə şeylərə fokuslanmayın, gözəl yaşayın. 5-10 günlük dünyadır. Bir gün ölmək üçün hər gün yaşayan insanlarıq biz. Can deyək, can eşidək. Mən də bu elin qızıyam, yad biri deyiləm. Eyni torpaqda yaşayırıq, eyni havanı uduruq. Bir torpaqda gəzirik. Yəni Azərbaycan o başı, bu başı, o başı da bizimdir, bu başı da bizimdir. Birlikə heç nə qalib gələ bilməz. Çalışın öz vətəninizin qızını əzməyin. Hindistan videoları çəkirəm. Orada bəzən yazırsınız ki, Hindistan qızlarının yanında nəsən ki? Amma sabah sənə bir şey olsa, nəsə olsa, yenə də pis yaxşı özünkü gələcək sənin dadıva. Hindistanına gəlməyəcək. Öz qızınızı əzməyin. Öz Azərbaycanınızı əzməyin. Bir-birimizə dəstək olaq.
Hindiski obraz oynayıram, söz eləyirsiniz. Nə bilim, Yeşilcamın Türk filmlərini ona söz eləyirsiniz. Valla nə bilim, bilmirəm nə istəyirsiniz. Özünüzkini əzməyin. Özgüsünə sahib çıxın. Mən də Azərbaycan qızıyam. Qanımda Azərbaycan qanı axır. Mən də sizlərdənəm. Qərib deyiləm, bu elin qızıyam. Öz torpağımda yaşayıram. Öz torpağımda yaşayıram. Fərqi yoxdur, Bakılıyam, rayonluyam. Hamımız eyniyik. Azərbaycan bizimdir. Sevirəm hər birimizi sevirəm. Allaha əmanət olun. Pis insanlardan uzaq olun. Allaha əmanət olun. Oruç tutanlarınız varsa Allah qəbul eləsin. Tutmayanları da Allah qismət eləsin. Hələlik, inşallah izləmədə qalın. Yaxın günlərdə möhtəşəm kliplər gəlir. Işığın nəzarət qası qutardı.